Tuşunuz bitib, təzəsini almağa pulunuz yoxdur, hələ marş almamısınız, o zaman bunu tullamağa tələsməyin. Gəlin bir life hackı yoxlayaq. Mən bir dəfə bunu yoxlamışam, alınmadı. 100 il bundan əvvəl, indi bir də yoxlamaq istəyirəm başqa bir tuşla. Bu stoperi buradan çıxardacağım. Bu tuş tamamilə bitib. Bu stoperdir ki, çox məhsul yığılmasın və yəni fırçaya çox məhsul tətbiq etməmək üçün istifadə olunur. Bunu çıxardanda artıq biraz da bir neçə gündə istifadə etmək mümkün olmalıdır. Dodaq blesklərində, başqa məhsullarda da olur belə bir stoper. Rezin kimi bir şeydir. Qayçı ilə çıxartmaq olar. Ya dırnağınızla da əslində çıxarda bilərsiniz. Mən belə çıxardacağım. Oyda, baxın nə qədər məhsul var içində. Artıq məhsulu belə sildim. İndi tuşu tətbiq edirəm. Belə bir effekt alındı. Baxın bu gözümə və bu gözümə. Məncə idarə eləyər. Bundan sonra bu life hackdan siz də istifadə edə bilərsiniz. Abunə olmağı unutmayın. Tez-tez bu tipli videolar çəkirəm.